tövhid deyildiği zaman insanın yalnız ibadət etdikdə, yalnız Allaha etdiyi ibadəti yönətmək nəzərdə tutulur. Necə? Məsələn, bəzi insanlar görürsünüz ki, qəbirlərə gedir, qəbirlərdə qurban kəsir. Qurban kəsmək nədir? İbadətdir. Amma fikir verirsiniz, o ibadəti Allaha yox, qəbirdəki qəbir sahibinə yönəldir. Və bunun kimi digər misallar var. Məsələn, ruzi verən kimdir? Allah-u Teala. Və baxırsınız ki, insan ruzini gedir, qəbir sahibindən istəyir. Və baxırsınız ki, evlad verən kimdir? Allah-u Teala'dır. Və baxırsınız ki, insan gedir qəbirə və qəbirdə yatan ölü insandan, özünə belə köməyi çata bilməyən bir insandan baxırsınız ki, kömək istəyir və deyir ki, ey bu qəbrin sahibi, sən mənə evlad ver. Bu nədir? Allaha aid olan bir şeyi Allahdan başqasına yönəltdi və həmən ki, şəxs Allaha şirk qoşmuş sayılır. Baxırsan ki, insan Allahdan başqasına yönəldir. Və biz bunu yaşlı insanlardan da və digər elmsiz insanlardan, cahil insanlardan çox görmüşük. Və baxırsınız ki, filan kəs xəstədir, qarnında və yaxud da ki, gözündə hər hansı bir xəstəlik var, xəstəlikdən əziyyət çəkir, iynə dərman edir və onunla da yanaşır və bəziləri də heç iynə dərman etmədən və baxırsınız ki, müəyyən pirlərə gedirlər, müəyyən ocaqlara gedirlər və oradakı ölən insanlardan yardım istəyirlər. Və deyir ki, ey bu qəbirdə yatan insan, ey filan kəs, ey filan baba və yaxud da ki, adlar çəkirlər, ya Ətağa və yaxud da Abdülqadir Qeylani və bunun kimi bəzi adlar çəkərək nə edirlər? Həmən ki, insandan mədəd, yəni kömək umurlar. Və deyirlər ki, mənə kamil şəfa ver, mənim bu gözümdəki ağrını götür. Və bəzən də elə olur ki, o qəbir sahibinin qəbrindən, o torpaqdan biraz torpağı götürüb gözlərinə sürtürlər və inanırlar ki, həqiqətən o qəbirdə yatan insan onun gözünü sağaltmağa qadirdir. Və buna, bu əmələ şirk deyilir. Və bu, Allahın ən sevmədiyi və bağışlamadığı bir əməldir.